nəzarət xətti, sülhün təminatı, Qara dənizdə təhlükəsizlik, taxıl və yanacaq nəqli üçün sərbəst yük daşımaları. Bütün bunlar sonuncu ər-Riyad danışıqlarının müzakirə predmetləri idi. Fasilələrlə nə az, nə çox, düz 12 saatdan çox davam edən kritik görüşlə bağlı ağıllarda bir sual əsasdır. Ər-Riyad görüşü nə dərəcədə məhsuldar keçdi? Əvvəlcə başlayaq Birləşmiş Ştatlardan. Prezident Donald Trump Ukrayna ilə bağlı danışıqlarda böyük irəliləyişlərin əldə olunduğunu açıqlayıb. Ağ Ev rəhbəri danışıqların yaxşı getdiyinə diqqət çəkib. Bu fikirlər fonunda Ağ Evdən gələn son bəyanatı da xatırlatmaqda fayda var. Bəyanatda Birləşmiş Ştatlar və Rusiyanın gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəldikləri vurğulanıb. Gələk indi Rusiyaya. Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Birləşmiş Ştatlar nümayəndə heyətlərinin Ər-Riyadda texniki məsləhətləşmələr apardıqlarını bildirib. Onun sözlərinə görə artıq hər iki ölkə rəhbərliyinə hesabatlar göndərilib. Ancaq danışıqların məzmunu ictimaiyyətə açıqlanmayacaq. Statın sonu. Danışıqlar fonunda rəsmi Kiyevin narahatlığı isə diqqətdən yayınmır. Ukrayna prezidenti Volodymyr Zelenski Birləşmiş Ştatların Rusiya ilə danışıqlarda ərazi məsələsini müzakirə etdiyini deyir. O, mövzunun Ukraynasız müzakirəsindən narahatlığını ifadə edib. Henüz Zelenski bu ikili görüşmelerde üçüncü şahıs olarak ki ülkesinin geleceği konuşulduğu bir üçüncü şahıs olarak henüz gündeme gelmemiş olmasına rağmen Trump'ın alelacele savaşı bitirip daha sonra taraflar arasında ince teferruatın konuşulabileceği bir barış atmosferinin oluşması ile ilgili beklenti içerisindeyken aynı zamanda Rusya'yı çok fazla küstürmeden ama illa Ukrayna krizi devam edecekse burada Amerika kendi niyetini açık ettikten sonra bu krizin devamını Avrupa Birliği üzerinden sürdürülmesiyle ilgili Trump'ın beklentileri önümüzdeki günlerde biraz daha ortaya çıkacak. O ki qaldı, Ər-Riyadda keçirilən ardıcıl görüşlərə dair proqnozlara analitiklər hesab edirlər ki, qarşılıqlı razılıq əldə etmək istəklərinin ifadə olunması və bu məqsədə nail olmaq üçün adekvat nümayəndələrin iştirakı mütləqdir. Onların qənaətincə məhz bu prinsiplərin gözlənilməsi real nəticələrin əldə edilməsində əsas rol oynaya bilər. Əməli addımlar bəyanatlardan daha çox əhəmiyyət daşıyır. Tərəflər danışıqlara səmimi yanaşdıqlarını və müharibəni bitirmək istəyində olduqlarını bildirirlər. Ancaq müharibə davam edir. Enerji infrastrukturu ilə bağlı atəşkəs məsələsi gündəmə gətirilsə də, bu yanaşma diqqəti əsas məqsəddən yayındırır. Əsas məqsəd müharibənin tamamilə dayandırılmasıdır. Aşağı səviyyəli nümayəndələrin danışıqlara göndərilməsi isə konkret nəticələr əldə etməyə olan inam azaldır. Mövcud məlumatlara əsasən bu nümayəndələr qərarverici dairələrə daxil deyillər. Səfər diplomatiyası adlandırılan yanaşma çərçivəsində ABŞ nümayəndələri danışıqlara vasitəçilik etməyə çalışır. Lakin onların həm də danışıqlarda birbaşa tərəf kimi iştirak etdiyi görünür. Bu mənada Steve Witkoff üçün vəziyyət çətinləşir. Çünki həm vasitəçilik etmək, həm də konkret nəticə əldə etmək üçün danışıqlar aparmaq ziddiyyətlidir. Təhlillər göstərir ki, fərqli platforma və müstəvilərdə təşkil olunan mütəmadi görüşlər özünün ilkin nəticələrini büruzə verməyə başlayıb. Məsələn, Rusiya Prezident Administrasiyası zərbə endirilməsinin qadağan olunduğu enerji obyektlərinin siyahısını açıqlayıb. Xatırladaq ki, siyahı Rusiya və Ukrayna enerji obyektlərini əhatə edir. Analitiklər bu siyahının atəşkəsə gedən yolda mühüm rol oynaya biləcəyi qənaətindədir. Ancaq hədəfə çevrilməsi qadağan edilən digər infrastruktur obyektlərinin siyahısının hazırlanmasının vacibliyi istisna edilmir. Zeynəb Mirzəyeva, Real.